Salam dostlar, yoldaşlar, kanalımızda xoş gördük sizləri. Bu günlərim sizlərə düzənin saxlanması haqqında ən vacib olan qızıl qaydalardan biri olan havalanma və temperaturun düzgün təşkili barəsində danışmaq istəyirəm. Mövzuya keçməmişdən əvvəl kanalımıza abunə olursunuz və bəyənirsiniz. Deməli yoldaşlar, yanımıza gələn insanların demək olar ki 90%-i düzənin temperaturunun düzgün təşkilində çox böyük və ciddi yanlışlıqlara yol verirlər. Bu yanlışlıqlar nədən ibarətdir? Bu haqda danışmaq istəyirəm. Birinci növbədə odun peçi ilə düzənin baxımı. Bu düzgün hal deyil. Çünki odun peçi ilə stabil bir temperaturu tarazlamaq qeyri-mümkündür. Çünki odunu peçə qoyduğumuz zaman həddindən artıq alışma baş verir. Bunun nəticəsində temperatur yüksəlir və işə başımız qatışır, yadımızdan çıxır və yaxud da hansısa bir səbəbdən deməli davamlı şəkildə eyni taraz vəziyyətdə biz alovlanmanı belə deyək ki, nəzarətə ala bilmirik. Bunun nəticəsində də otaq soyuyur. Təzədən biz yenidən peçi alovlandırırıq, yenidən işə başımız qatışır və bunun nəticəsində el arasında desək düzə istiyə və soyuğa düşür. Yəni temperatur tarazlığı pozulan zaman düzə başlayır stressə düşməyə. İstilik stresi yaşayır. İndi gülməli gələr ki, düzə nədir, stres nədir? Yəni, həqiqətən canlılar arasında stres deyilən bir faktor var. Stres nəticəsində düzələrin immunitet sistemi aşağı düşür və nəticə etibarı ilə bağırsaqda olan, ağciyərdə olan mikroblar, infeksiyalar, bakteriyalar baş qaldırmağa başlayır. Və bunun nəticəsində də biz xəstəlik görə bildik düzələrdə. Lori dildə desək ki, təzə çıxmış düzələrdə qənət sallama, dəncik köpmə və yaxud ayaq tutulma, ishal, qarın ağrısı əlamətləri kimi bir kliniki əlamətlər müşahidə edə bilirik. Başqa bir səbəb haqqında danışmaq istəyirəm. Səbəblərdən biri bundan ibarətdir ki, düzəmizin sintetik materialdan olan klyonkadan hazırlanan aranjil və parniklərdə baxımıdır. Yəni, bu da yol verilməz haldır. Çünki dediyimiz kimi sintetik material, yəni klyonka havalanmanı buraxmır, hava keçirtmir. Nə qədər hava yeri qoysaq da sintetik materialdan hazırlanmış maddələr havalanmanı azaldır. Bu da içəridə həm düzənin peyinin tərkibində olan amonyak, digər tərəfdən düzənin öz bədən temperaturu, istiliyi, digər tərəfdən içəridə təşkil etdiyimiz istilik və karbon qazının miqdarının artması, zəhərli qazların artması düzənin ağciyərində oksigen mübadiləsinə mane olur ki, bu da düzənin çətin nəfəs almasına, ağciyər tənəffüs yolu xəstəliklərinin baş verməsinə, həmçinin göz xəstəliklərinin başlaması üçün bir səbəb yaranır. Deməli yoldaşlar, belə qənaətə gəldik ki, klyonkadan hazırlanan parnik və aranjillərdə də düzənin baxımı yol verilməzdir. Və bundan əlavə olaraq hətta klyonkanın içərisində odun peçi qalırsınız. Dediyim kimi, havalanmanın zəif olmağı digər tərəfdən, odun peçinin bir tərəfdən yanmağı, bu da böyük bir səbəb kimi düzələrdə ağciyər problemlərinin yaranmağına səbəb olur. Lori dildə deyirlər ki, ağciyəri pişib, ağciyəri sıxılıbdır. Həqiqətən də belədir ki, düzənin ağciyərlərində oksigen mübadiləsi getmədiyinə görə düzədə balacalaşma, arıqlama, quruma kimi belə bir kliniki əlamətləri müşahidə edə bilirik. Yoldaşlar, başqa bir yanlışlıq isə düzələrin yeşikdə, karovkada saxlanılmasıdır. Ümumiyyətcə, düzə geniş bir alanda, belə deyək ki, hərəkət etməlidir. Ümumiyyətcə, düzə gəzməlidir, qaçmalıdır. Bu düzənin qan dövranına, oksigen mübadiləsinə, inkişafına, yəni bütünlüklə deyək ki, düzə orqanizminə müsbət təsir göstərən bir faktordur. Amma düzələrimizi biz məhdudlaşdırdıq gəzintisini, yeşiyə salırıq düzəni. Yeşiyə salmaqla yanaşı orada havalanma çox zəif gedir. Məlum məsələdir ki, yeşik nə qədər böyük olsa da, yeşiyin üzərini nə qədər az örtsəz də, orada havalanma zəifləyir. Havalanmanın zəif olması düzənin az oksigeni udması deməkdir və bunun nəticəsində də düzə inkişafdan qalır və arıqlama prosesi gedir. Hətta yoldaşlar, elə müştərilərimiz bizə müraciət edir ki, yeşikdə düzəni saxlayır, üstünü örtür, hələ bir üstəlik yeşiyin içərisində lamışqa yandırır və əlavə olaraq da hələ ürəyə soyumur ki, düzəmə soyuq olar deyib, yeşiyi gətirib peçin yanına qoyurlar və peçidə maksimum dərəcədə şiddətli vəziyyətdə yandırırlar. Yəni, burada bilə-bilə düzələri həddindən artıq istiliyə məruz buraxırlar.
Bu da dediyim kimi cücələrdə ciddi bir fəsadlara yol açır və sonra da günahlandırırlar ki, həkim dərman verdi, düzəlmədi. Yəni birinci növbədə başlamaq lazımdır cücənin saxlanma şəraitindən, saxlanma qaydasından, cücənin xəstələnməyi də, cücənin yaxşı olmağı da, cücənin müalicədən sağalmağı da, bunların hamısının belə deyək ki, məsuliyyəti cücə sahibində olur. Beləliklə yoldaşlar, bu yanlışlıqları nəzərə aldıq. Cücə ümumiyyətlə cücənin istiliyi qaz peçi ilə təmin olunmalıdır. Çünki onu stabil bir vəziyyətdə, taraz bir belə deyək ki, temperaturunu taraz vəziyyətdə nəzarət edib saxlaya bilirik. Və ən əsas vacib məsələ mövzumuzun içərisində bir neçəsini qeyd elədim ki, cücənin havalanma şəraitinə də mütləq fikir vermək lazımdır. Elə adamlar var ki, məsəl üçün cücənin havalanmasını gündüz vaxtı düzgün təşkil edirlər, amma axşam vaxtı düzgün təşkil etmirlər. Bu da cücələrimizdə yenə də ciddi bir fəsada yol açır. Çünki gecədən səhərə qədər ən azından 10-12 saat müddətində cücə havasızlığa məruz qalır. Deyək ki, gündüz vaxtı geniş bir alana buraxırlar cücəni, havalanma yeri qoyurlar. Axşam isə gəldikdə cücəni yığırlar təzədən yeşiyə və üstünü bastırırlar. Bu da düzgün hal deyil. Çünki cücə orqanizmi günü-gündən böyüyür. Ola bilər ki, biz bunu gündəlik olaraq hiss eləməyə bilərik. Amma faktiki cücə orqanizmi günü-gündən böyüyür. Cücə bədən cəhətdən irilir. Və bədən cəhətcə irildikcə də cücənin olduğu məkan, olduğu yer və yaxud da ki, yeşik cücə üçün daralmağa başlayır. Məkan həcmi azalır və bunun da nəticəsində cücələrdə quruma halı görə bilirik. Beləliklə yoldaşlar, cücənin yeri necə təşkil olunmalıdır? Bu barədə danışım. Birinci növbədə istilik sistemi qaz vasitəsilə təmin olunmalıdır. Günün 24 saatı qrupnuskanı gecə və gündüz olmaq şərti ilə havalandırma təşkil olunmalıdır. Və cücələr ümumiyyətcə geniş bir alanda olmalıdır. Yəni yatdığı, durduğu yer, gəzinti yeri böyük olmalıdır, geniş olmalıdır. Adam var ki, məsəl üçün tutaq ki, deyək ki, 2 metrdən 2 metrə olan yerdə 300 cücə saxlayır. Yəni bu düzgün hal deyil, yol verilməz haldır. Yoldaşlar, yəni cücənizin yaxşı olmağı sizin özünüzdən asılıdır və verdiyiniz qidalardan asılıdır. Qidalanma problemini, qidalanmanın necə olması, necə təşkil olunması, ziyanın xeyri bu barədə növbəti videolarımızda, növbəti məlumatlarımızda ətraflı şəkildə danışacağıq. Qaldı ki, cücənin yerində istilik necə olmalıdır, neçə dərəcə olmalıdır, bu barədə danışmaq istəyirəm. Yoldaşlar, cücənin yerində istilik ilk bir həftəliyində, bir günlük və bir həftəlik arası olan cücələrdə 30 dərəcə təşkil olunmalıdır. Termometr asılmalıdır cücənin ayağının dəydiyi yerdən. Çox adam termometri otağın yuxarı hissəsindən asır. Yəni yerdən hündürlüyü 1 metr, 2 metr hündürlükdə olan yerdən asır. Bu düzgün deyil. Və termometr belə tənzim olunmalıdır ki, istilik hardadırsa, divarla istiliyin ortaq bir nöqtəsində qoyulmalıdır. İkinci bir məsələ isə temperatur hər 10 gündən bir, hər belə deyək, minimum bir həftədən bir dərəcə aşağı düşməlidir. Deyək ki, bir günlüyündən 7 günlüyünə qədər 30 dərəcədir, 7 günlüyündən 14 günlüyünə qədər 29 dərəcə olmalıdır, 14 günlüyündən 21 günlüyünə qədər 28 dərəcə olmalıdır. Yəni, hər həftə 1 dərəcə temperatur aşağı düşməlidir. Bu bir qaydadır, qanuna uyğunluqdur. Çünki cücənin böyüməyi temperaturla tərs mütənasibdir. Cücə böyüdükcə temperatur aşağı düşməlidir. Yəni ki, cücənin bədən temperaturu yüksəlir. Bədən temperaturu yüksəldikcə, bədən ölçüsü böyüdükcə artıq ona istilik əvvəlki qaydada ehtiyac olmur. Amma yoldaşlar, bir şeydə diqqət etməyiniz lazımdır ki, termometri yeşiyin içərisində, yeşikdə cücə saxlayan müştərilərimizdən danışıram ki, ola bilər ki, indi biz deyirik ki, yeşikdə cücə saxlamaq olmaz, amma indi adam var ki, şəraiti yoxdur, ona görə məcburən yeşikdə saxlayır. Yəni, yeşikdə cücənin temperaturu fərqli şəkildə olur. Yeşikdə havalanma zəif olduğuna görə, plus siz onu, belə deyək, qapalı bir alanda, deyək ki, evin içində saxladığınıza görə temperatur olmalıdır 25 dərəcə, 24 dərəcə, 26 dərəcə. Yəni, o baxır cücənin üşümək vəziyyətinə. Dediyim kimi, termometri də yeşikdə saxlayan müştərilərimizə sözüm, termometri yeşiyin çölünə yox, içərisinə qoymaq lazımdır. Cücənin ayağının dəydiyi yerə qədər, yəni ən azından cücənin boyu hündürlüyü qədər yeşikdən asmaq lazımdır.
Eyni qaydada temperaturun hər həftə 1 dərəcə aşağı düşməyi də yenə də yeşikdə saxlanan cüzələr üçün də keçərlidir. Amma mövzumuzu yekunlaşdırıram. Bir şey də qeyd edim ki, yoldaşlar, nə olursa olsun çalışdığınız qədərindən yeşikdə cüzə saxlamayın. Klyonka altında, parniklərdə, aranjellərdə cüzə saxlamayın. Çalışdığınız qədərindən tikili olmalıdır, kubikdən hörlü bina olmalıdır cüzənin saxlanması üçün və istilik də mütləq və mütləq qaz vasitəsilə təmin olunmalıdır.